Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bildiyiniz kimi mövzumuz Qur'an-ı Kərimin təfsiridir və bəhsimiz silsiləvari olaraq davam edir. Bugün biz Bəqərə surəsini təfsir edirik və yetişdik 65 və 65 və 66-cı ayələrə. Allah Teala bu ayələri belə buyurur: "Və laqad alimtumul-lezina tadav minkum fis-sabti faqulna lahum kunu qiradatan khasiin feca'alnaha nakalan lima bayna yadayha və ma khalfaha və mau'izatan lil-muttaqin." Bu iki ayədə Allah Teala Yahudilərin, Bəni İsrailin yenə itaətsizliklərinə işarə eləyir. Onların üsyanına işarə eləyir. Allahın əmrindən üz döndərdiklərinə işarə eləyir. Və bu ayədə Allah Teala buyurur ki, siz onların halından anladınız, agah oldunuz ki, onlar həftənin 6-cı günləri itaətsizlik etdilər, günah etdilər və siz bundan agah oldunuz. Əlbəttə bunu Həzrəti Rəsulullaha xitabən deyir, vəhiy Həzrəti Rəsulullaha nazil olur və Həzrəti Rəsulullah da bunu öz zamanında yaşayan Yahudilərə xatir-nişan eləyir, onlara xatırladır. Buyurur ki, biz onlara dedik, siz nifrətlənmiş, mənfur meymunlar sifətinə çevrilin. Biz onlara belə əmr elədik. Və arxasınca buyurur, فَجَعَلْنَاهَ نَكَالًا لِمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِلْمُتَّقِينَ. Və biz onlara bunu ki buyurduq, meymunlar sifətinə, mənfur meymunlar sifətinə çevrilin. Biz bu əzabı onlar zamanında və onlardan sonraki ümmətlər üçün bir ibrət olaraq, bir mövizə olaraq təqva əhli üçün mövizə qərar verdik. Ümumiyyətlə, bu dastan nədən ibarətdir və bəhs nədən gedir? Qeyd olunur ki, tarixdə Yahudilər 6-cı günləri onların ibadət günləridir. Necə ki, xristianlarda bazar günləri, İslam ümmətində cümə günləri həftənin tətil günü hesab olunur və ibadət günü hesab olunduğu kimi onlarda da 6-cı günü həftənin ibadət günü hesab olunurdu. Və bu niyyətlə onlara əmr olunur ki, siz dənizdən və bu dənizdən məqsəd qırmızı dənizdir. Qırmızı dənizdən siz bu dənizdən 6-cı günləri balıq tutmayın. Bu bir əmr idi, bir imtihan idi və bu qırmızı dənizin o zaman İlə bəndəri deyirlər. Bugün də elə bil İlat bəndəri kimi, İlat gəmi dayanacağı kimi məşhurdur. Balıq ovuna çıxırdılar və bunlar bu balıq ovu zamanı 6-cı günləri təbii ki, dərya ətrafında, dəniz ətrafında yaşadıqlarına görə bunlara işləri balıq ovlamaq idi və balıq ovu bunlara fəqət 6-cı günü qadağan edildi. Bunlar isə bu balıq ovunu istifadə elədilər, 6-cı günləri tor qururdular. İndi müəyyən bir təfsir hissəsi var, ora yetişəndə qeyd edəcək. Allaha bir növ hilə eləyirdilər öz aləmlərində ki, biz balığı 6-cı günü tutmuruq, bəs biz o hilələri vasitəsindən 6-cı günü qurduğu torlar, qazdığı göllər nəticəsində balığı bazar günü tuturdular və yavaş-yavaş adət halına çevrildi və bunlar ibadətdən uzaqlaşdıqca Allah bu 6-cı gün tətilini onlar üçün qərar vermişdi. Gördü ki, yox, 6-cı günü bunlar artıq yüz oyundan çıxırlar, müxtəlif itaətsizlik əmrləri yerinə yetirirlər, əmrə itaət etmirlər və Allah bunlara əzab nazil elədi. O əzabın da xüsusiyyəti ayə qeyd olunan kimi
meymun sifətinə çevrilmələri idi. Və bu ayələrin əsas açıqlaması Əraf surəsinin 163-cü ta 166-cı ayəyə kimi buna işarə eləyir ki, mən burada bu ayələrə keçid eləyirəm. 163-cü ayədə Allah Teala buyurur: "Vəs'əl anil qaryətilləti kanət hazirətəl bəhri." Allah Teala 163-cü ayədə buyurur: "Ya Rəsulallah, sən soruş öz zamanında yaşayan Yahudilərdən. Nə haqqında soruş? Vəs'əl anil qaryətilləti kanət hazirətəl bəhr." O şəhərdən soruş ki, o şəhər dənizin kənarında yerləşirdi. İz yaudunə fis-səbti, ki onlar 6-cı günü Allahın qanunlarına təcavüz etdilər. Yəni Allahın qanunlarını tapdaladılar. Niyə? Çünki 6-cı günü qeyd etdiyimiz kimi onlar üçün tətil günüdür. İstətihim hinatuhum yevmə səbtihim şurrən və yevmə la yəsbitunə la tə'tihim. Və onlar nə edirlər? Yada gətirir. O zaman ki, balıqları 6-cı günü balıqlar sunun üzərində aşkar olurdular. Və görmüşük da bəzi, məsələn, çox balıq olan yerlərdə görürsən ki, balıq az da olsa biraz başını suya çıxardır. Məlumdur ki, balıqlar görsənir və yaxud tam başlarını da çıxartmasalar görürsən ki, suda balıqlar görsənir. Balıqlar da bu 6-cı gününü bunların əlindən gəlirdilər, özlərini biraz belə deyək, günəş altına verirdilər, istirahət eləyirdilərmi öz aləmində, heyvanat aləmində. Və bunlar, ayə buna işarə edir ki, bunlar 6-cı günləri sunun üzünə çıxardılar və 6-cı günü onları heç kim tutmazdı, çünki əmr idi daha çox 6-cı günü. Amma bu əmr verildi ki, bu 6-cı günü bu balıqlar tutulmasın ki, bunlar bu qanunları tapdaladılar. Və 6-cı gündən başqa, balıqlar da hiss eləyirdi, sunun altına, dərinliklərinə gedirdilər ki, bunları çox ovlanmasınlar. Hər halda Allahın yaratdığı bir məxluqatdır. Onların da bir özlərinə məxsus aləmi var, özlərinə məxsus bir hissi var və bəzi vaxtda, belə deyək, ilahi qanunlardan, yəni insan aləmindən də onların da xəbərləri var, təhlükə hiss eləyirlər, təhlükədən uzaqlaşma və s. bu kimi şeylər. Bu ayə ona işarə eləyir ki, bunlar 6-cı günü balıqlar su üzərinə çıxırdı və bu cəhətdən Allah onlara əmr elədi ki, 6-cı günü balıqlarla işiniz olmasın. Bu, əlbəttə, təbiətin bir möcüzəsini deyək, təbii bir halmı deyək, buna işarədir. Amma bunlar bu qanuna riayət eləmədilər və arxasınca Allah Teala buyurur: "Lə tə'tihim kəzəlikə nəbluhum bimə kanu yəfsuqun." Biz bunları bu əmrlə ki, bu əmr qarşısındakı müxalifətçilik elədilər, balıq tutmamaq, 6-cı günü balıq tutmamaq əmrinin qarşısında biz onları nədir? İmtihan elədik. Ümumiyyətlə, bu ayə ki, 164-cü ayə ki, bu ayədən sonradır, belə bir nəticə əldə olunur ki, ümumiyyətlə, bu şəhər ki, Yəhudilər Bəni İsrail yaşayırdı, bunlar 3 hissəyə bölündülər bu hökm qarşılığında. Birinci dəstə və hissə o kəslər idi ki, bunların əksəriyyəti 6-cı günü balıq tutdular. Yəni, Allahın əmrinlə müxalifətçilik elədilər. İkinci dəstə o dəstə idi ki, və adətən haqqı deyən dəstə görürsən az olur. İkinci dəstə o dəstə idi ki, bunlar az dəstə idilər və Allahın əmrinə tabe oldular. 6-cı günləri balıq tutmağa getmədilər Qırmızı dənizə və bunlar əmr biməruf və nəhi əzmünkar üçün qiyam elədilər. Yəni, onlara təzəkkür verdilər, onlara moizə elədilər, onlara dedilər, sizin bu işiniz səhifdir, Allahın əmrinə qarşı itaətsizlik etməyin. Üçüncü dəstə ki, hər bir cəmiyyətdə olduğu kimi sakit, matməətəl qalan dəstələr idi ki, bunlar nə o tərəfə qarışdılar, nə bu tərəfə qarışdılar. Və odur ki, bu ikinci
ayədə, yəni 164-cü ayədə Allah Taala belə buyurur. Və iz qalət ummetun minhum limə ta'izuna qavmenillahu muhlikuhum əv muazzibuhum azaban şədidə. Allah Teala buyurur ki, yadınıza gətirin ya Resulallah Yahudilərə de ki, yadlarına getsinlər o quruh və dəstələri ki, cinayətkar quruha mauizə eləyirdilər, nəsihət verirdilər, əmr bi məruf eləyirdilər ki, Allahın əmrini tapdalamayın bu işlərdən, çəkinin ki, siz həlak olacaqsınız. Buyurur və izqalət ümmətun minhum limə təizunə qavmenillahu muhlikuhum əv muazzibuhum azaban şədidən. Bu etiraz eləyən dəstəyə, onların içərisində bir dəstədə bunlara deyirdi ki, nə işiniz var onlarla? Allah onları həlak eləyəcək, Allah onları şiddətli şəkildə əzab eləyəcək. Qalu, o dəstə ki, əmr və məruf eləyirdi, onlara təzəkkür verirdi, mauizə eləyirdi, onlar belə dedilər, mə'zirətən ilə rabbikum və ləəlləkum yəttəqun. Biz Allah qarşısında, belə deyək, sözümüzü demək istəyirik. Allah qarşısında biz, belə deyək, üzürlü olmamaq istəyirik. Bu mənada, bu anlamda ki, biz höccəti tamam eləyək, onlara deyək ki, biz Allaha sözümüz olsun ki, ilahi biz sənin əmrlərini onlara xatırlatdıq, amma onlar sənin əmrlərini tapdaladılar. Və ləəlləkum yəttəqun. Bizim ümidimiz budur ki, onlar da bu əmrə itaət eləsinlər, bu işdən çəkinsinlər, bu balıq tutma imtahanından, əmrindən, bəlkə onlar da təqvalı olarlar. Və bizim niyyətimiz onların hidayəti, belə deyək, anlamına gəlir. Və buna baxmayaraq da onlar yenə də öz işlərinə davam elədilər və bunlara da heç qulaq asmadılar. Ümumiyyətlə, bu moizə elənlərin adətən iki hədəfi var. Biri budur ki, Allah qarşısında bunlar bu mənada üzürlü olsunlar ki, ilahi biz sənin sözlərini dedik, əslində üzürlü olmasınlar, sözlərini, əmrlərini onlara bir daha xatırlatdıq. Bir bu cəhətdən, ikinci də bu cəhətdən ki, bəlkə onlarda bu əmr bi məruf təsir qoyar. Ki, hər halda onların içərisində bir-birinə yaxın olan, dost olan, qohum olan, əqrəbə olan şəxslər var idi ki, onlara yazıqları gəlirdi və onlara bunu xatırladırdılar. Sonra keçid eləyirik 165-ci ayəyə Əraf surəsinin ki, buyurur فَلَمَّ نَسُوا مَا ذُكِّرُوا بِهِ أَنْجَيْنَا الَّذِينَ يَنْهَوْنَ عَنِ السَّوْءِ وَأَخَذْنَا الَّذِينَ ظَلَمُوا بِعَذَابٍ بَئِيسٍ بِمَا كَانُوا يَفْسُقُونَ. Burada Allah Teala bu ayədə buyurur, o zamanı ki, onlar Allahın əmrlərini yaddan çıxartdılar. Nəsu mazukkiru, Allahın əmrlərini yaddan çıxartdılar. Həm Allah buyurdu onlara, həm onları əmr bi məruf eləyən dəstə ki, zikr elədik, onlar da Allahın əmrini xatırlatmışdı. Onlar bu əmri yaddan çıxartdılar. Nəinki unutdular, qəsdən bilə-bilə tərk elədilər. Unutmaq başqa bir şeydir. İnsan məsələn bir əmri unuda və günaha düçar ola, Allah onu əzablandırmır. Amma bir insan ki, əmri bilir və qəsdən onu tərk edir. Söhbət bu unutmaqdan gedir. Bihi əncəynəl-ləzinə yənhəvnə ənissu. Allah bu dəstəni neynədi? Onlara təzəkkür verən, xatırladan dəstəni əzablandırmadı. Onları nicat verdi və əxəznəl-ləzinə zələmu. Amma o kəslər ki, zülm etdilər, Allahın əmrinə itaətsizlik etdilər, bi əzabin bəisin, onları pis bir əzabla Allah mübtəla elədi, bimə kanu yəfsiqun. O günaha görə ki, günah elədilər. Hansı günah? Mövzu balıq tutmaqdan gedir. 6-cı günü o əmrdən ki, o əmri tapdaladılar və Allahın sözünə etina eləmədilər. Allah onları cəzalandırdı. Bunların bəzi izahını nöqtələrdə inşallah qeyd edəcəyəm.
Və bu mövzuda 166-cı ayədə Allah Teala buyurur: "Fələmmə atəv ənmanuhu ənhu qulnə ləhum kunu qiradətən xasiyin." Bəs nəticə buradadır ki, Bəqərə surəsinin qeyd etdiyimiz ayələr ki, zikr elədik, bu ayələri 65 və 60-cı ayələrə ki, dönüş eləyək, Allah orada xatırladı. Həmin onların meymun sifətinə çevrilməklərin nəticəsi buradan başladı ki, bu ayə qayıdışdır, izahdır Bəqərə surəsinin 65 və 60-cı ayələrinə ki, fələmmə atəv ənmanuhu ənhu qulnə ləhum kunu qiradətən xasiyin ki, Allah deyir ki, biz onların bu əməlləri qarşısında ki, onlara çəkindirdik, çəkinmədilər, günah elədilər, zülm elədilər, onları nifrət olunmuş meymun şəkillərinə döndərdik və çevirdik. Burada Allah Teala buyurur, kunu, onlara dedik, meymun olun və meymun şəklinə çevirildilər. Bu, Allahın bir təkvini əmridir ki, necə ki, Allah Teala Yasin surəsinin 82-ci ayəsində buyurur, İnnəmə əmruhu izə əradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Allah əgər bir şey istəsə, iradə eləsə, o şeyə ol desə, o şey olar. Belə deyək, bu bir əmrdir ki, Allahın hər bir anında ol desə, olar. Baxın, bəzi vaxt bu cür düşünülməsin ki, məsələn, belə deyək, hər bir şeyin öz zərfiyyəti və öz qabiliyyəti var. Bir heyvanın insana çevrilməsi, meymun kimi heyvandan söhbət gedir. Və yaxud bir insanın heyvana çevrilməsi, bunun bir zərfiyyəti var, bir uyğunluğu var. İnsanı evə çevirmir ki, məsələn, deyək, bunun zərfiyyəti yoxdur. Qüdrət yenə Allahın qüdrətidir. O bunu demək istəyir ki, kunu, mən dedim, olun. Olun, nə olun? Nifrət olunmuş, mənfur meymuna çevrilir. Burada bu ayələrin izahı bitir və mən bir neçə nöqtəyə burada işarə eləyim. Birinci nöqtə bundan ibarətdir ki, sual olaraq bunlar necə bu günahları yerinə yetirdilər? Cavab bundan ibarətdir ki, bunlar şərii bir hiylə elədilər. Onların şərii hiyləsi bundan ibarət idi ki, burada bu nöqtə içərisində cavab olaraq 3 məsələyə diqqət edək. Birinci şərii hiylələri budur ki, Qırmızı dənizin ətrafında bunlar başladılar hovuzçalar düzəltməyə. Məsələn, 5 metr, 6 metr enində və balıqlar 6-cı günkü gəlirdi. Bunlar hovuzdan, dənizdən hovuza bir yol qoymuşlar. Balıqlar gəlirdi, dolurdular. Axşam olduqda, 6-cı gün axşam, bunlar hovuzları bağlayırdılar. Artıq balıqlar buradan çıxa bilmirlər. Bu hovuza dolan sunun içərisində balıqlar qalırdılar. Bazar günü səhər bunlar gedirdilər, oradan balıqları ovluyurdular. Və deyirdilər ki, biz 6-cı günü, yağmursa biz 6-cı günü ov eləmədik ki, biz bazar günü elədik və balıqlar da sağdı sunun içində. Bir yolu, bunların hiylə yolları, şərii hiylə yolları bundan ibarət idi. Digər bundan ibarət idi ki, bu zamanın təsəvvüründən desək, torlar var idi. Və tor atırdılar, müxtəlif şəkillərdə torlar düzəldirdilər. 6-cı günkü balıqlar gəlirdi və içərisinə məsələn bir yem qoyurdular. Balıq ora gedirdi, oradan artıq geri çıxa bilmirdi. Bazar günü, 6-cı günü məsələn, bazar gününə keçən zaman gəlirdilər, bu torları çıxardırdılar və balıqları bu cür ov eləyirdilər. Və bəzi təfsirçilər də və bəzi rivayətlərdə də qeyd olunur ki, ümumiyyətlə nə tora etina eləyərdilər, nə hovuzca düzəltməklə, bəziləri də elə gedərdilər, 6-cı günləri balıqlarını ovlayalar, o balıq tutalar. Balıq ovuna çıxalar. Bunların hamısı rivayət baxımından mümkündür. Hamısı da bu nəzəriyyələrin düzgün olan. Və bunların hovuz qurmağı, tor atmaları zaman keçdikcə bunlara cürət verdi. Bunlar artıq nə hovuz qurdular, nə tor tutdular, tor atdılar
və bunlar başladılar birbaşa 6-cı günü balıq ovuna. Bu bir nöqtə. İkinci nöqtə bundan ibarətdir ki, bu əzabda hansı dəstə nicat tapdı ki, bunlara əzab gəldi. Məsələ bundan ibarətdir ki, bu dəstədə əzabdan nicat tapan dəstələr, bunlar kimlər idi? Bunlar o kəslər idi ki, nəhy-əz münkər elədilər. Bu dəstə idi ki, 3 dəstəyə bölündü. Bir, Allahın itaətinə əməl eləməyənlər, sakit qalanlar, bir də ki, nəhy-əz münkər, əmr biməruf və nəhy-əz münkər eləyənlər idi. Ki, bu dəstə sağ-salamat qaldı. Bu dəstə əzabdan nicat tapdı. Çünki Allah onlara əmr elədi ki, artıq şəhəri siz tərk eləyin. Onlar şəhərə çıxdılar və şəhərdə qalan bu zülmkar dəstə və sakit duranlar, bunlar hamısı Allahın əzabına düçar oldular. Baxın, burada böyük peyğəmbərlərdən birinə vəhiy gəlir. Bu hadisə yadıma düşdü. O vəhiydə ümmətində 70.000 adam var idi. Bu 70.000 adamın, məsələn, 1000 adamı zalimi idi, zülm eləyən idi. Bu 70.000 içərisində bu zülmə qarşı çıxan 500 nəfər qeyd olunurdu. 500 nəfər zülmə qarşı çıxır. Bu zülmə qarşı çıxanları məhv elədilər. Amma o ümmətə əzab gəldi. O ümmətə gələn əzab nəticəsində orada hamı həlak oldu. Şueyb peyğəmbərin qovmu haqqında da səhv eləmirəmsə, bunların hamısına əzab gəldi. Həzrət Şueyb Allahdan soruşdu, nə üçün bunların hamısına əzab gəldi? Allahdan cavab gəldi ki, o zalimlərə qarşı onlar sakit idilər. Ona görə əzab onlara da düçar oldu. Odur ki, zülmə qarşı sakit qalmaq düzgün deyil. Onlara əzab nazil olanda istər-istəməz sakit qalanlara da əzab nazil olacaq. Və üçüncü nöqtə olaraq bu sualı qeyd eləyək ki, bunların meymun sifətinə çevrilməyi həqiqətən meymun sifətinə mi çevrildilər, yoxsa ruhi baxımından bunlar, məsələn, əxlaqi baxımından meymun kimi davranmağa başladılarmı? Və burada təfsiri nəzəriyyələrə baxanda görürük ki, həqiqətən meymun sifətinə çevrildilər və Qur'anın zahiri də bunu deyir. Və bunlar meymun sifətinə çevrildilər və çox da yaşamadılar. Ruhani şəklin, ruhi baxımından yox, bunlar cismani baxımından bunların üzləri, hərəkətləri, belə deyək, bədən quruluşları meymun şəklinə çevrilirlər. Axı, zahiri də olsa, insan və meymun yaradılışında bir oxşarlıq var və bu tez bir başa gələn bir haldır. Meymun şəklinə çevrildilər və bu bir əzab oldu onlara və bunlar, belə deyək, uzun müddət yaşamayıb da öldülər bu şəkildə. Və hətta Maidə surəsinin 60-cı ayəsində bəzi yerdə var ki, üzr istəyirəm, donuz şəklinə belə çevrildilər. Buna deyirlər məsx olmaq, məsx olma deyilir buna. Yəni, insan şəklindən heyvan şəklinə çevrilməsi. Və odur ki, bu Allahın bir növ əzabı idi və Allah lütf edib İslam ümmətindən bu əzabları götürülüb. Və biz keçən təfsirlərimizdə də qeyd elədik, keçən bəhslərimizdə Həzrəti Musa əleyhissalam Bəni İsrail zamanında onlara nazil olan əzablar müxtəlif növlərdə idi. Ki, bəzi vaxt deyirdi ki, sizin tövbəniz odur ki, bir-birinizi öldürün, kim sağ qaldı. Və biz bunu təfsirdə qeyd elədik. Odur ki, bəzi vaxt Allahın ilahi imtihan növləri fərqli olur. Və bu da bir imtihanın bir fərqli növlərindən idi. Və sonuncu olaraq mən bir nöqtəyə də işarə eləyim ki, bəzi vaxt insan öz xilaf işindən, öz
düzgün olmayan işinə şərii don geyindirir. Yəni haqqa batil donu geyindirir. Batilə haqq donu geyindirir, belə deyək ki, bu ümmətin də, bu Yəhudi ümmətinin, xüsusən də bu balıq tutma hadisəsində bunların əsas məsələləri bundan ibarət idi ki, öz əməllərinə haqq donu geyindirdilər və şərii 6-cı günləri balığı hovuzda və yaxud tora atmağından, bazar günü tutmağından bu bir şərii don geyindirməkdir. Güya ki, onların bu hərəkəti halal bir hərəkətdir. Əli əleyhissalam, Əmir əl-Möminin əleyhissalam Nəhcül Bəlağədə nəql olunur ki, bir zaman gələcək ki, Allahın şübhəli olan məsələlər ki var, bəziləri öz xəyallarında onları neyniyəcəklər, halala çevirəcəklər. Şərabı rahat nəbiz adına içəcəklər. Yəni xurma, dəclə xurma suyudur. Necə ki, bizim zamanda deyirlər, üzüm suyudur. Rüşvəti hədiyyə kimi qəbul eləyəcəklər. Sələmi ticarət kimi özlərinə halal eləyəcəklər. Bu bir şərii hiyləyə çevirməkdir. Biri məsələn sələm verir, deyəndə ki, niyə sələm verirsən? Deyir ki, mən onu borc vermişəm, üstündə məsələn mənə bu qədər pul verir, mən ondan ticarət edirəm, elə bil ticarətində şərikəm. Ticarət halal olduğuna görə məsələn sələmə ticari don gedir və yaxud rüşvə haram olduğuna görə görürsən ki, rüşvətə halallıq hədiyyə donu. Ona iş görmüşdüm, o da getdi mənə verdi məsələn. Belə bir şərii don geyindirmə modelləri görürsən ki, baş verir. Və bu Yahudilərin, bu Bəni İsrailin bu əməlləri də elə bundan ibarət idi ki, bunlar öz işlərinə şərii don geyindirdilər və artıq günah bir şəklə gəldi, çıxdı ki, insanın əvvəl bir günah, iki günah insan tövbə eləyir, yavaş-yavaş sonra günaha adət eləyir, o günah gəlir ona mələkiyə, bir halətə çevrilir, sonra adət halına gəlir, adət halına gəldikdən sonra artıq insanın vücudunu günah bürüyür. Bunların da bu işində hovuzçalar qazmağı, tor tutmağı, axırda da dedilər də elə birbaşa 6-cı günləri məsələn başlayaq balığımızı tutaq, bu adi hala çevrildi. Artıq şərii donla geyindirmədilər, birbaşa günah və üsyan elədilər və əzab nazil oldu. Və odur ki, bu qovmun, bu tayfanın bu ləcazətbazlığı, bu inatbazlığı onların hər bir dövrdə, bugün müasir dövrdə belə onların həlak olmağına gətirib çıxarır. Allah and verirəm öz izzət və cəlalına, İslam ümmətini başı uca və qalib ümmətlərdən qərar versin inşallah. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu.